Hörmətli tamaşaçılar, mənim özümə çox maraqlıdır. Görəsən bu 3 maskadan Qırat, Yad Planetli və Pələngdən onlardan birini detektivlər super finala aparacaqlar. Maraqlıdır. Hansı maskanı super finala aparacaqsınız Coşqun Bey? Mən istəyirəm daha da gürültülü alqışlarla 3 nəfəri finalçılarımızı alqışlayaq. Çox əziyyət çəkdilər və bu yolu fəth eləyib indi buradadılar, amma biz bir nəfəri xilas eləməliyik, super finala göndərməliyik. Üçünüz də möhtəşəmsiniz, üçünüz də qalibsiniz. Super final gözləyir bizi qarşıda. Pələng, Yad Planetli, Qırat. Qırat super finala aparır Coşqun Bey. Kamilə xanım, super finala hansı maskanı aparardınız? Super finala üçü də superdirlər və çox layiqdirlər. Çox təşəkkürlər əziz dostlarım. Əgər Yad Planetli maskası arxasında mənim dostum Hüsniyyədirsə, elə onu görürəm super finalda. Super finala Yad Planetlini Kamilə Babayeva və Murad Arif. Mən Yad Planetlini sevirəm. Çünki bütün 12 maska arasında bir tək Yad Planetli personaj olaraq maraqlı gəldi mənə. Hər həftə obraz kimi özünü təqdim etdi. Özünü sevdirdi. Mən Qıratı sevirəm. Çünki ona xas olmayan tərzdə və adətkar olmadığı dildə oxudu. Gözəl səhnələr göstərdi. Və mən Pələngi sevirəm. Çünki orada təcrübə və sənət danışır. Pələng. Hər 3 maskanın bir səsi var. Yəni super finala aparmaq üçün Nigar Camal. Üçü də möhtəşəmdir. Üçü də çox gözəl maskadır və ən güclü deyə bilərəm maskalar finala gəlib çatıb. Və mən seçirəm Pələngi. Pələng dedi Nigar Camal. Faiq Ağayev. Yaxşı sözlər üçün limit yoxdur. Üstə gəl əgər haqqına yaxşı söz danışırsansa. Bütün 12 maska bizə ləzzət yaşatdı. Lakin bax bu həyəcanı, final həyəcanını bizi yaşadan bu 3 gözəl personaja, bu 3 gözəl artistə böyük təşəkkürümü bildirmək istəyirəm. Bircə dənə qızımız var iki bəy arasında və mənə elə gəlir ki, onun müqəddaratını tamaşaçılar həll eləyəcək. Mən Pələngi seçirəm. Pələng super finala gedir 3 səslə. Pələng, biz sizi super finala yola salırıq, buyurun. İndi səs verməyə keçəcəyik və səs vermədə çox səs toplayan maskası açılacaq və biz o məşhuru tanıyacağıq. O şounun 3-cüsü olacaq. Auditoriya, siz səs verəcəksiniz. Məsləhətlər olmayacaq. Əziz detektivlər, auditoriya seçir. Əgər siz Yad Planetlinin elə indi maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz Qıratın maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə başlasın. Biz finaldayıq. Maraqlıdır. Görəsən, bu 2 maskadan hansı super finala keçəcək? Kim şounun 3-cüsü olacaq? Maraqlıdır hər birimizə ki, super finalda hansı 2 maska yarışacaq? Və bugün ümumiyyətlə finalın qalibi kim olacaq?
Stop! Az ses toplayan maska süper finala keçir. Çox ses toplayan maska bir neçə saniyədən sonra artıq maskasını açacaq və Maska Şounu ikinci mövsümünün üçüncüsü olacaq. Maraqlıdır, kim süper finala keçir? Süper finala Qırat, Yad Planetli, Qırat, Yad Planetli. Mənə maraqlıdır, süper finala kim keçir? Süper finala Yad Planetli keçir. Süper finala Heyecanlı bir sənlə. Qırat keçir. Bəli. Qırat süper finala gedirsiniz. Yad Planetli siz şounun üçüncüsüsüz. Buyurun, indi siz maskanı açacaksınız Yad Planetli.